gözlərim. Gedirəm ulduzumun yanına, üzümə şey eləmək istəyirəm. Keydici eləmək. Mezoterapiya eləmək. Üzümə keydici vurmuşam. Gəlib bahalısın, biraz alım ki, daha çox keydsin. Keymir üzüm. Mən nəsib sistemim düzdür. Orxan da hələ işə gəlmir ki, saçımın dibinin rəngini görüm və bəlkə özüm rəhlədim, bəlkə də görək. Orxan yaxında çıxsa artıq çıxıb saçlarımın dibi pis görünür. Sabah da üzrə getməliyəm. Gəlib görüm, Orxan yoxdursa özüm qoyaram. Hələ getdim, tıqdı nədir, onu aldım. Görək o keydəcəyimi. İnanın, heç elə bil ki, keymir. Hələ prop üçün dodağımı vurdum. Dodağa vuranda, keyyəndə keylik hiss edirəm. Heç o da hiss eləmədi. Elə bilin ki, elə belə krem vurmuşam da. Gedim görüm. Keyməsə, bir dənə ulduzdur da mənə dözür. Mənsə də elədi ki, lokal iynə vurmaq olmur. Məsəl üçün, gözün üstünə eləyəndə və yaxud dodağı gel vuranda lokal iynəni vurmaq olur. Amma burada onu vurmaq olmur. Ona görə soyundu, son bir qaydı. Dondum Allah'ım, dondum. Yaxşı ki, bu kurtkanı alanda mənə demişlər ki, qaşlar tökülməyəcək. Baxın, elə qəşəkdə tökülüb, düz belə bilinmir. Məsələn, baxın, burada sövdə harada sürtünür, buralar tökülüb, arkada da elə. Belə çox bilinmir, baxın, sumka sürtülür və yaxud nə bilim, belə olub, qəşək sürtülübdür. Tökülüb. Silərəm evdə. Dondum Allah'ım, dondum. Mən eləyəcəm, sənə narahat olma. Şeyləmişəm, keyləşdirici, özümkini, bir də indi aldığımı, təzdən özümkini. Görək keyyəcəkmi? Mənim işim Allah'a qalıb. Ulduz xanım, sildi hamısın. Belə nəm salfet aldım, 120 dənəsi 1 manat 50 qəpikdən və 50 qəpikdən 2 dənə ayaqqabı. Bu krasovkaların qırağını silənlər var ya, ağ hissəsini. Qanın ağ hissəsini silmək üçündür. Hərəsi 50 qəpikdən aldım. Və belə bir kitab aldım. Mən Suda Cabbarın bu kitabını oxumamışdım. Göygörük uşağının bitdiyi yer və Maral Atmaca, Saka və Sanrı. Sanrı nədir bilmədim valla. Orada bir xanım, ürəyim də şey oldu, bir xanım oxuyurdu, satıcı xanım. Dedi, həyə götürdürəm ki, haram elədim də. Dedi, yox, zakaz vermişik, sifariş vermişik, gələcək. 11 manat bu idi, 7 manat bu, 18 manat oldu. Amma qiymət soruşmanı sevənlər üçün endirim elədilər. Lider kitab evindən 16 manat 20 qəpiyə aldım. Nəsə maraqlı gəldi. Bu da ki, mən Suda Cabbarın kitablarını sevirəm, ən çox da ki, Cahanı. Bu göy qurşağının bitdiyi yerdir. Bu da ki, müzik etdik, mezamızı elədik. Bu 5-ci dəfədir, bilmirəm 6-cını edəcəyik ya yox. Meza vitaminlərindəndir. Bu və digər prosedurlar haqqında Ulduz xanıma müraciət edə bilərsiniz. Professional kosmetoloqdur. İstədiyiniz proseduraları edər, amma proseduraların qiymətləri mənə yox, Ulduz xanıma. Yoxsa sevirsiniz. Neçəyədir? Mənə heç. Sənə nə neçəyədir? Məndən soruşmayın. Sənə nə deyəndə belə başa düşürəm, proseduru soruşsunuz. Amma məndən yox. Çünki haradasa Instagramda taq edəcəm, TikTokda taq edəcəm, YouTube'da bəlkə də, yəni bir qədər diqqətli olun. Mənə yox, Ulduz xanıma istədiyiniz, istər mezanın, istər digər prosedurların qiymətini və yaxud nə bilim, faydasını, tərkibini və s. və ilaxır bütün suallarınızı Ulduz xanıma yönəltməyinizi xahiş edilir, hətta tələb edilir məndən. Xahiş olunur ona yönəldim. Məndən soruşmamağı isə qiymət filan tələb olunur ki, məndən tələb edirəm sizdən, məndən soruşmayın. Nidə işarəsi. Soruşun, bir zəhmət Ulduz xanımdan. Amma seçiminizdə yanılmarsınız, üzüm görürsünüz, nə geçən özündən belə pırıl-pırıl yanır. O gün də bir tanışım görüb, bir ay rəhmədir. Günü gündən cavanlaşırsan, deyirəm, Rusiyanın first lady'si olmağa hazırlaşam, ərə gedəcəm. Vay, indi paxıllar partlayacaq, cadu eləyənlərim uşaqlıq dostumdan tutmur, keçmiş qohum əqrəbam, keçmiş oğlumun qohum əqrəbaları cadugərlara gedəcəklər. Dayım gəldi, hələ neçəsi səhifəsini blok eləmişəm, bu gözə gətirəcək. Neyse. Böyle. Ama üzüm süper olub, Ulduz xanıma müraciət etməyi unutmayın. Hər yanda taq edəcəm. Diqqətlə hər yanı izləyin.